Çox təcili və çox münasib qiymətə yeni Yasamalda 2 otağa düzəlmə ideal təmirli Qubçalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 286 saylı orta məktəbin yaxınlığında yeni inşa olunmuş 14 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə ideal təmirli binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, bu mənzil bütün əşyaları ilə birlikdə satılır. Qiyməti sonda deyəcəyəm, sonradakı videomuzu izləyin. Dəyərli izləyicilər, əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərəsiniz və yaxud da bizə zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində 286 saylı orta məktəbin yaxınlığında yeni inşa olunmuş 14 mərtəbəli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə, qazı, suyu, işığı daimi olan, sənədi qubçu olan, ipotekaya yararlı olan bir mənzildir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. İsitmə sistemi kombidir. Hal-hazırda belə bir təmirli mənzillər bu binada 600-700 manata kirayə təklif olunur. Dəyərli izləyicilər, bu mənzilin qiyməti 150 min manatdır. Real alıcı olduğu təqdirdə endirim etmək də mümkündür. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.